Xanımlar özəl gündə qılmadığı namaz və orucun hökmü nədir? Qılmadığı namazların qəzası yoxdur, tutmadığı orucların isə qəzası var. Hamilə xanımın üzərindən namaz götürülür, xeyr götürülmür. Öz şəraitinə, vəziyyətinə uyğun namazını davam etməlidir və qılmalıdır. Rükudə, səcdədə, qunutda salavat demək olar? Bəli olar. Qəsr namazı nədir? Yəni necə qılınır? Qılınma qaydası. 4 rükətli namazları 2 rükət qılırsınız. Sübh namazının qəzası var? Bəli var. Namazın, orucun qəzası var. Bəli, müsəlman olan şəxs üçün qəza namazı və orucu vacibdir. Namazdan öncə azan və iqamə vacibdir. Xeyr, amma savabı çoxdur. Cümə namazı vacibdir hal-hazırda. Xeyr, amma savabı çoxdur. Yaxşı olar ki, iştirak edək. Diri olan şəxsin niyyətinə hədiyyə namazı qılıb savabını hədiyyə etmək olar? Bəli, olar. Pişiyin tükü insanın üzərində olarsa namazın hökmü nədir? Namaz batildir. Əti haram olan heyvanların hər bir şey insanın üzərində olarsa, namaz batil olacaq. Xanımın üzərində qızıl olarsa, namazın hökmü nədir? Namaz düzgündür. Bir dəstəmaz ilə neçə namaz qılmaq olar? Əgər dəstəmaz batil olmazsa və niyyət edirsiniz ki, dəstəmaz alıram, qürbətini ilə 32, 47, 54 namaz da qıla bilərsiniz. Namaz çadırası vacibdir? Xeyr, vacibdir. Amma hicab formasında, yəni çadıra formasında bir kamil geyim geyinirsinizsə, şəri cəhətdən kifayətdir və düzgündür. Əgər çadıra olarsa namaz çadırası çox gözəl. Mən namaza yeni başlamışam. Telefondan, kağız üzərindən baxıb öyrənə bilərəm. Öyrənənə qədər icazəlidir və heç bir eybi yoxdur. Mənim sübh namazım qəzaya gedir və çox narahatam. Çox mənfi enerji məni bürüyür. Nə etməliyəm? Bunun çarəsi, çıxış yolu nədir? Əgər bu postlara baxsaz, əmin olun ki, bunlara əməl etsəz, əməl edəndən sonra 100% sübh namazınız daha qəzaya getməyəcək.